dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və məktəbimizin hörmətli şagird kollektivi. Bəzən zaman sükutla danışır. Minilliklərin dərinliyindən gələn bu sükut, torpağın yaddaşında, daşların səssizliyində, qədim yaşayış məskənlərinin izlərində öz sözünü deyir. Bugün efirdə səslənən mövzu da məhz zamanın özü qədər qədim, xalqımızın tarixi qədər möhtəşəmdir. Bugün biz keçmişə baxmaq üçün deyil, keçmişi dərk edərək gələcəyə daha möhkəm addımlamaq üçün bir araya gəlmişik. Çünki tarixi bilmək təkcə xatırlamaq deyil, həm də kim olduğumuzu anlamaqdır. Mən Lənkəran rayonu Yuxarı Məvədi Kənd Tamurdu Ümumi Təhsil Məktəbinin radiosu olan Gələcəyin İşığı FM-in aparıcısı məktəbimizin 7 və sinif şagirdi Əliyeva Nuray. Bugünkü geniş və xüsusi radio buraxılışımızda Azərbaycanın qədim tarixi mövzusu ətrafında sizinlə birlikdə elmi əsaslara söykənən, milli yaddaşımıza söykənən və gələcəyə ümid verən bir tarixi yolculuğa çıxıram. Hörmətli dinləyicilər, Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biri hesab olunur. Arxeoloji və paleontoloji tədqiqatlar sübut edir ki, bu ərazilərdə insan fəaliyyəti 100 min illiklərlə ölçülür. Qobustan qayaüstü rəsmləri, Azıq mağarası kimi tarixi abidələr Azərbaycan ərazisinin ilkin insan cəmiyyətlərinin formalaşmasında mühüm rol oynadığını təsdiqləyir. Azıq mağarasında aşkar edilmiş qədim insan çənə sümüyü Azxantrup elmi ədəbiyyatda Cənubi Qafqazın ən qədim insan izlərindən biri kimi qəbul olunur. Bu faktlar onu göstərir ki, Azərbaycan yalnız tarixin şahidi deyil, həm də tarix yaradan bir məkandır. Qədim dövrlərdən etibarən bu torpaqlar müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və ticarət yollarının kəsişmə nöqtəsində yerləşmişdir. Coğrafi mövqeyi Azərbaycanın tarixində həlledici rol oynamış, onun siyasi, iqtisadi və mədəni inkişafına birbaşa təsir göstərmişdir. Əziz dinləyicilər, eramızdan əvvəl 4-3-cü minilliklərdən Azərbaycan ərazisində formalaşmış Kür-Araz mədəniyyəti regionun sosial-iqtisadi inkişaf səviyyəsini nümayiş etdirən mühüm mərhələdir. Bu mədəniyyətə aid yaşayış məskənləri, keramika nümunələri və əmək alətləri göstərir ki, burada yaşayan tayfalar əkinçilik, maldarlıq və sənətkarlıq sahələrində yüksək bacarıqlara malik olmuşlar. Elmi araşdırmalar Kür-Araz mədəniyyətini Ön Asiya və Qafqaz sivilizasiyaları arasında körpü kimi qiymətləndirir. Daha sonraki dövrlərdə Azərbaycan ərazisində Manna, Midiya, Atropatena və Qafqaz Albaniyası kimi dövlət qurumları meydana gəlmişdir. Xüsusilə Atropatena dövləti Azərbaycan adının formalaşmasında mühüm rol oynamışdır. Tarixi mənbələrdə Atropatenam kimi qeyd olunan bu ərazi zamanla Azərbaycan formasını almışdır. Bu fakt dövlətçilik ənənələrimizin qədimliyini və davamlılığını sübut edir. Qafqaz Albaniyası Azərbaycanın qədim tarixində mühüm yer tutur. Bu dövlət eramızdan əvvəl 4-cü əsrdən eramızın 8-ci əsrinə qədər mövcud olmuş və geniş əraziləri əhatə etmişdir. Albaniya dövründə şəhər mədəniyyəti, yazı sistemi, memarlıq və dini həyat inkişaf etmişdir. Arxeoloji tapıntılar göstərir ki, Albaniya şəhərləri regionun mühüm ticarət və mədəniyyət mərkəzləri olmuşdur. Azərbaycanın qədim tarixi yalnız siyasi hadisələrlə məhdudlaşmır. Bu tarix eyni zamanda mədəniyyətlər tarixi, elmin və incəsənətin formalaşma mərhələləridir. Qədim dövrlərdə burada metal emalı, toxuculuq, duluzçuluq kimi sənət sahələri inkişaf etmiş, bu sahələrdə yaradılan məhsullar uzaq ölkələrdə tanınmışdır. İpək yolu üzərində yerləşən Azərbaycan şəhərləri beynəlxalq ticarətin fəal iştirakçıları olmuşdur. Tarixi mənbələr və arxeoloji tədqiqatlar sübut edir ki, Azərbaycan ərazisi müxtəlif etnosların və mədəniyyətlərin dinc şəkildə birgə yaşadığı məkandır. Multikulturalizm anlayışı bu torpaqlarda tarixi ənənəyə çevrilmişdir. Müxtəlif dini inanclar, dillər və mədəniyyətlər əsrlər boyu qarşılıqlı təsir şəraitində inkişaf etmişdir. Bu xüsusiyyət Azərbaycan cəmiyyətinin tolerantlıq modelinin əsasını təşkil edir. Azərbaycanın qədim tarixi həm də dövlətçilik düşüncəsinin formalaşma tarixidir. Qədim dövlətlərdə idarəetmə sistemləri, hüquqi münasibətlər və ictimai strukturlar mövcud olmuşdur. Bu təcrübə sonraki dövrlərdə Səfəvilər, Qacarlar və digər dövlət qurumları vasitəsilə davam etdirilmişdir. Elmi
araşdırmalara görə dövlətçilik ənənələrinin davamlılığı xalqın siyasi mədəniyyətinin göstəricisidir. Hörmətli dinləyicilər, tarix yalnız keçmişin hadisələri deyil, həm də bu günümüzə təsir edən amillər toplusudur. Azərbaycanın qədim tarixi milli kimliyimizin əsas dayaqlarından biridir. Bu tarixi bilmək və öyrənmək gənc nəsildə vətənə bağlılıq hissinin formalaşmasına xidmət edir. Təsnifat prosesində tarixi biliklərin elmi əsaslarla öyrədilməsi milli şuurun inkişafında mühüm rol oynayır. Müasir Azərbaycan dövləti öz qədim tarixinə söykənərək inkişaf edir. Bugün əldə etdiyimiz siyasi sabitlik, sosial rifah və beynəlxalq nüfuz təsadüfü deyil. Bunlar minilliklər boyu formalaşmış dövlətçilik ənənələrinin, mədəni irsin və xalqın dözümlülüyünün nəticəsidir. Tarix bizə öyrədir ki, güclü gələcək yalnız möhkəm keçmiş üzərində qurula bilər. Azərbaycanın qədim tarixi gənclər üçün tükənməz bir bilik mənbəyidir. Bu tarix bizi düşünməyə, araşdırmağa və milli dəyərlərimizi daha dərindən dərk etməyə sövq edir. Məktəb radiosu kimi maarifləndirici platformalar bu biliklərin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Gələcəyin işığı FM olaraq bizim əsas məqsədimiz tarixi faktları quru məlumat kimi deyil, canlı və düşüncəyə yönəldən dəyər kimi təqdim etməkdir. Tarixi bilmək, gələcəyi məsuliyyətlə yanaşmaq deməkdir. Çünki tarixi dərk edən nəsil səhvləri təkrarlamır, uğurlardan isə nəticə çıxarır. Azərbaycanın qədim tarixi bizə həm mübarizə, həm də dirçəliş nümunələri təqdim edir. Bu nümunələr bugün də aktuallığını qoruyur. Hörmətli dinləyicilər, bu efirdə səslənən fikirlər bir çağırışdır. Köklərimizi tanımağa, tarixi irsimizə sahib çıxmağa və onu gələcək nəsillərə ötürməyə çağırışdır. Azərbaycan tarixi yalnız kitab səhifələrində deyil, hər birimizin düşüncəsində və davranışında yaşamalıdır. Gələcəyin işığı FM radiosunun dalğasında bu geniş və xüsusi buraxılışla mən Əliyeva Nuray bir daha vurğulamaq istəyirəm ki, qədim tarixi olan xalqın gələcəyi də möhkəm olur. Tarixini bilən xalq yolunu itirmiş, kimliyini qoruyur və sabahı inamla addımlayır. Diqqətinizə görə təşəkkür edir, sizə milli yaddaşımıza daha dərindən bağlanmağa və tariximizin işığında gələcəyə inamla baxmağa dəvət edirəm. Yeni görüşlərə.